Bugün biz Göyçay rayonu Bığır kəndinin şəhidi Əzrov Qüdrət Bəhruzoğlu'nun mövlüdü tədbiri keçirilir. Bu günlərim şəhidimiz yaşasaydı 27 yaşını ailəsi ilə, yaxınları ilə birgə qeyd edəcəkdi. Göyçay rayon Bığır kəndində anadan olmuşdu şəhidimiz. 2-ci Qarabağ müharibəsində Şuşa istiqamətində gedən döyüşdə qəhrəmancasına vuruşmuş və şəhidlik zirvəsinə ucalmışdı. Allah şəhidimizə rəhmət etsin, ruhu şad, məkanı cənnətlik olsun. Şəhidimizin ailəsinə, yaxınlarına səbir və dözüm diləyirik. Əli Babayev operatorumuzdan xahiş eləyək, şəhidimizin şəkillərini ekrana gətirsin. Öldün, ölümünlə ucaldın əskər. Xalqımız hər zaman qədrini bilər. Şəhidsən, sən uca bir zirvədəsən. Bu xalqın, millətin ürəyindəsən. Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda 44 günlük vətən müharibəsi uğrunda şəhadətə qovuşan qəhrəman şəhidlərimizdən biri də Göyçay rayon Bığır kənd şəhidi Əzizov Qüdrət Bəhruzoğlu'nun 19 iyun 2025-ci il tarixdə məzarı önündə mövludu qeyd olundu. İndi yaşasaydı 28 yaşını ailəsi ilə birlikdə qeyd edəcəkdi. Tədbirdə şəhid ailələri, Göyçay rayon icra nümayəndəsi, şəhidimizin təhsil aldığı məktəbin rəhbərliyi başda olmaqla bir qrup müəllim və şagird kollektivi, kənd sakinləri, şəhidimizin yaxınları iştirak edirdilər. Şəhidimizin ruhuna dualar oxundu və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca şəhid ailələri şəhidlərimizin xatirələrindən bəhs etdilər və məktəbin şagirdləri şəhidlər haqqında şeirlər səsləndirdilər. Allah Teala öz ayəti kərimində buyurur. Ey yaratdığım insanlar deyir. Mən sizləri malınızla, mülkünüzlə, evlatlarınızla imtihan edəcəm. Allah Teala Nişan-ı Əzim öz ayəti kərimində, yəni Qur'an-ı Kərimdə buyurur. Yaratdığı insanlara. Necə ki, bizim sevimli Peyğəmbərimiz Muhammed Aleyhisselam sallallahu aleyhi ve sellem onun da bir neçə oğul evladı kiçik yaşlarında dünyasını dəyişdi. Allah'ın Peyğəmbəri ağladı. Tez əshabları soruşdu. Ağlamaq Teala dedi mənə bu evlatların şirinliyini də göstərdi, acılığını da göstərdi. Allah Teala şəhid analarına, valideynlərinə, atalarına, yaxınlarına, qohumlarına, əqrəbələrinə necə ki öz haqq peyğəmbərlərinə necə səbir vermişdirsə, biz də dua edib Allah Teala'dan böyük qardaşımızın ruhu üçün Kur'an tilavət. Seherul kardeşimize amma kənd cəmaatına təşəkkür eləməli. Onun yoldaşını öldü ki, belə bir qəhrəman geçiyor, boya baya çatırıb. İndi Bəhruz üçün 2 qat zərbə olub. Həm iki kimi öz balası gedib, həm oğlu gedib məhkəmə. Ne Allah belə fikirləşəndə Allah ona ürəyinə təpər versin. Çox çətindir. Mən deyirəm Allah bunlara təpər versin. Onlar necə dözdürlər. Bəli, insan hər şeyə qadirdir, hər şeyə dözdür. Allah bunlara yenə səbir versin, dözüm versin. O iki gül balalarının qəbrini onunla doldursun. Allah şəhidimizin mövzunu mübarək eləsin. Vallahi söz demək, Bəhruzun ünvanına, Bəhruzun öbür yoldaşına söz demək çox çətindir. İndi biz birini itirmişik, dözmək olmur, amma ikisini itirmək için zaman balakını çok çətindir. Allah yeni qardaşlara səbir versin. Mekanları cennet olsun, onlar da onsa cennet düşürdülər. Mövludun mübarək olsun. Şəhid ailələri, hörmətli tədbir iştirakçılarımız, bugün bizim 2-ci Qarabağ müharibəsi şəhidimiz, Bığır kəndinin dəyərli oldu, Qüdrət Bəhruzoğlu, cənnətdə növbəti adilində mən Qüdrətə dərs demişəm və bugün onun təhsil aldığı məktəbin evlatı dərslərindən mənim ailəmdən də 44 günlük müharibədə ən qızğın döyüşlərdə iştirak edən olub və çox yaxın
ailə üzvüm olduğum üçün çox yaxın belə açıq söhbətlərimiz olub və məni orada təəccübləndirən bir məqam var. Bütün orada iştirak edən bizim qəhrəman balalarımız məlumdur ki, müharibə itkisiz olmur. Amma şəhidlik zirvəsi də hər kəsə qismət olmur. Biz qüdrətli təhsil aldıq vaxtdan həqiqətən vətənpərvər, qayğıkeş, gözəl insani xüsusiyyətlər üzrə cəmləyən bir şagird kimi, oğul kimi tanıyırıq və mən bir şeyi təsadüf eləmişəm ki, onun bütün şəkillərində, paylaşımlarında, videolarında o uşağın üzündə o qəribə bir nur var. O bizdən böyüklər, daha Allah ziyanlarımız da bunu değişik. Şəhidlərin simalarında qəribə bir nur olur. O qüdrətin də simasında həmin o nurdan var idi. Hakim məmnuniyyət deyirlər, şəhidlər heç vaxt ölmür. Şəhidlər o vaxt ölür ki, onlar unudulur. Bax, bu bizim məktəbin şagirdlərinin burada iştirakçı. İnan ki, onlar bəlkə 20 gün, bir ay bundan əvvəl hazırlaşıblar və həm mövlud günü, həm şəhid olan günlərin kəndisi, qüdrətli digər şəhidlərin hamısını əzbərdən bilirlər. Biz onlara onu xatırlatmırıq ki, hansı gün bizim hansısa tədbirimiz olacaq. Yəni, o şəhidlərin əziz xatirəsi artıq o bizim yetişən nəslimizin qəlbində yaşayır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirlərinin nurla dolsun və gün sevindirici haldır ki, onlar unudulmur və unudulmayacaqlar. Çox sağ olun. Kameraya yoldaşlar, ailesine, değerlimizin baş sağlığı verelim. Çetin bir mezar önünde durmuşuz çünkü yanaşı daha bir aile gibi dünyasını değişip ben hemşireyim, şimdi öz şəhid valideynlər arasında da oldu ki, bəzən biz elə məsələlər var ki, şəxsən mən özüm aid edirəm. Mən Bəhruzun yanında o qədər də sızlamıram. O qədər də yəni müəyyən şeylər heç ortalığa gətirmək istəmir. Çünki onun dərdi bizimkindən daha ağırdır. Ona görə də bir qardaş kimi həmişə o ailənin yanında olmalı özümə borcluyum. Amma bugün bir şey çox xoşuma gəldi mənim. Sağ olsun Rakip müəllim, sağ olsun əfəndimiz, sağ olsun müəllimimiz ki, bax biz bunu deyirdik. Artıq bir neçə ildir biz bunu deyirik ki, biz yığışırıq öz evlatlarımızda məzar var. Başlayırıq şəhid valideynlər, şəhid analar bir-birimizə təsvir edir. Bax bizə bu cür çıxışlar lazım. Bizə kənar insanlar təskinlik verməlidir. Ətrafımızda olan adamlar təskinlik verməlidir. Yoxsa onsuz da elə biz hər gün bir-birimizi görürük. Bir-birimizə onsuz da dərdimizi bölüşürük. Bir-birimizə səbir deyirik. Ona görə sizə minnətdarlığımı bildirim ki, sağ olun. Mən 5 il bundan geriyə dönmək istəyirəm. Yəni hər kəs kimi mən də oğlumun başdaşını zəfirmə gedəndə orada rəssamla danışdım. Çox qəribədir. Artıq hardasa 100-dən yuxarı başdaşı döyülmüşdür. Hüseyin müəllim, inanın ki, şəkillər o qədər gözəldir ki, o qədər rahat çəkirik ki, o qədər yaxşı alınır. Yəni elə bir ki, bu uşaqlar hamısı seçilmişlər. Onların, belə deyək, məzardaşını düzəldənlər də narahat olmayıblar. Əziyyət çəkmədən onu düzəldirlər. Bu həqiqətdir. Gedin soruşun. Əgər gedin özünüz də soruşun, görün, sizə nə deyəcəklər o məzardaşlarını düzəldən insanlar. Ona görə də həm Bəhruza, həm ətrafımda olan şəhid atalarına, şəhid analarına səbirli olun. Hələ sağ olsunlar ki, yanımızda bizi başa düşən, bu məqamı başa düşən və bu övladların nə uğrunda həlak olduqlarını başa düşən insanlarımız var. Çox azdır, amma şükür Allah ki var. Mən yəni onların sayından çox heç də razılaşmıram. Amma cəmiyyət ta qədimdən belə olub, hər kəs eyni ağılda, eyni savaddadır, eyni düşüncədədir. Elə bizə bu, necə deyərlər, 5%, 3% məsələyir. Yəqin ki, gələcəkdə də
Bak gələcək nəslimiz elə qarşımızdadır. Necə ki müəllim dedi, onların artıq ruhuna hopub bu şəhidlər. Yəni başa düşən uşaq üçün, başa düşən övlad üçün bu günün kimə borclu olduğumuzu onlar bizdən də bəlkə də yaxşı başa düşürlər ki, doğrudan da gündə toydu, çağırdı. Görürsən bunlar bizə kimlər bəxş edir. Bəli, bax burada yatan və burada yatmayan Azərbaycan bütün bölgələrində cavan bizim övladlarımız nakam ömrün sizlər üçün, bizdən sonra gələn nəsillər üçün qurban verir. Bir daha ruhlar şad olsun deyirəm. Və gələn hər kəsə Bəhruz qardaşımın adından, onun ailəsi adından, şəhid valideynlər adından minnətdarlığımı bildirirəm. Mən bunu dəfələrlə demişəm, biraz təkrar olmasın. Bir daha deyirəm, ola bilsin, biraz başqa bir çıxar ki, kimə sağlıq öyrətmək yox. Valla bura gələnlərin özlərinə lazımdır bura gəlmək, şəhidlərə lazımdır. Bura gələn özünə qazanar, özü qazanar bura gəlmək. Onların şəfayətindən pay alar, ruhsi bol olar, həyatları xoş olar. Çünki bura bir ziyarətgah. Bunlar şəhiddirlər. Bunlar adi dünyasını dəyişənlərlə bərabər tuta bilməz. Allah dərgahında da işte bərabər tutulur. Ona görə də istər yol ötəndə bir Allah rəhmət eləsin sözünü deyib buradan gəlir, daha da işimiz daha da gözəl alınır. Ona görə çox sağ olun. Bu bir ziyarətdir. Ziyarətimizdə gələnlərə bir daha minnətdarım. Sizler de var ya. Sağ olun. Bir de icazə verirsiniz. Qüdrətin oxuduğu məktəbin bugünkü cavan şagirdləri, uşaqları şiirlər hazırlayıblar. İndi söz onlara verir. Nasıl başladınız? Bugün vətən işıqlıdır, şəhidlərin sayəsində. Rəbbim onlardan danışır, Quranın çox ayətində. Birini mən misal çəkim, Əli İmran surəsində. Rəbb yolunda ölənləri, Rəbbim tutar nəfəsində. Sinəsin düşmənə sipər edənlər, qorxmadı ömrünü itirəcəkdir. Vətən öz uğrunda gedənin yolunda min oğul bitirəcəkdir. Yaxınıq an qədər uzaqlara, uzaqlar bizə əl eləyirlər. Biz məzar üstünü çiçəkləndiririk, ruhlar da göylərdən gül elləyirlər. Səbrinə şahidəm oğul doğması, bizim də yolumuz ölümdən keçir. Həyat insanlara film səhnəsi, şəhidlik ən gözəl bölümdən keçir. Şəklinə baxıram, baxışım sonsuz, ürəkdə doğmalı yaradır şəhidi, bir rəngi min şəhid qanı. Bu vətən uğrunda yandırdılar canın, yarattı müstəqil Azərbaycanı. Azadlıq yolunda mayak şəhidlər, əzizim günahsızlar, can verdi günahsızlar. Bu dəhşədə, bu aha, minlərlə günahsızlar. İşıq ver anada ağlayan gözə, gülüş ver atada gülməyən üzə. Yoxdan var yaradan, yaratma düzə, şəhidlər dünyaya bir daha gəlsin. Onlar qeyrət üçün, onlar ar üçün, can qoydu vətən bu diyar üçün. Gözləri qapıda qalan yar üçün, şəhidlər dünyaya bir daha gəlsin. Ağlar ağlar, sinəsi yara bağlar, siz də ağlayın dağlar, duysun şəhid anası, şəhid balanın ruhu, cənnətdədir sürahı, təsəlli et ilahi, duysun şəhid anası. Xatırladaq ki, Əzizov Qüdrət Bəhruzoğlu 1997-ci il iyunun 19-da Göyçay rayon Bığır kəndində anadan olmuşdu. Bığır kənd 3 saylı tam orta məktəbi bitirmişdi. 2014-cü ildə hərbi xidmətə getmiş və manqa komandiri olmuşdu. 2020-ci il sentyabr ayının 27-sində səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmişdi. 2020-ci il noyabr ayının 10-da Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Bığır kənd qəbirstanlığında dəfn edilmişdi. Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə vətən uğrunda Füzulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə
və döyüşlərdə fərqlənməyə görə medalları ilə təltif edilmişdi. Sonda şəhidimizin ailəsi ziyarətçiləri çay süfrəsinə dəvət etmişdi. Anamı yandıran oğul dərdidir, süzülən gözümdən onun qəmidir. Şəhidlərin dərdi elin dərdidir, sağalmaz yaradır şəhid yarası. Kam evladlarım kama çatmadı. Ananı yandıran oğul dərdidir, süzülən gözümdən onun qəmidir. Şəhidlərin dərdi elin dərdidir, sağalmaz yaradır şəhid yarası. Kam evladlarım kama çatmadı. Anamı yandıran oğul dərdidir, süzülən gözümdən onun qəmidir. Şəhidlərin dərdi elin dərdidir, sağalmaz yaradır. Məkanın cənnət, ruhun şad olsun şəhidim. Xüsusi müxbir İsmailov Zəka Göyçaylı, Həmidov Bəhlul Göyçaylı, operator Babayev Əli Göyçaylı, səsləndirdi Sadıqova Təranə Göyçaylı, Göyçay Bığır kəndi.